Salam, hər vaxtınız xeyir. Bugün regional coğrafiya ilə bağlı olan sınavımızın izahına baxacağıq. Birinci sualımız uyğunluğu müəyyən edin. Regionlar verilib Orta Avropa, Şimali Avropa və Cənub-Şərqi Asiya və bu regionlara uyğun olaraq monarxiya dövlətlərini tapmalıyıq. Norveç 1-2 və monarxiyadır. Deməli, yerləşir Şimali Avropada 2A. San Marino monarxiyadır. Yerləşir Cənubi Avropada. Deməli, San Marinonu cavablarda götürməyəcəyik. Pakistan, deməli, monarxiya dövləti deyil və yerləşir Cənubi Asiyada. Yəni, monarxiya olmaqlarına görə götürməyəcək. Belçika, Orta Avropada yerləşir. Həm monarxiya, həm də federativ ölkədir. D-ni götürürük birə və Bruney Krallığı Cənub-Şərqi Asiyada mütləq monarxiya idarəetmə sisteminə malikdir. D, A və Y. D, A, Y. Doğru cavab D variantı. İkinci sual. Yəni regionlar, artıq regionlara uyğun olaraq federativ inzibati ərazi quruluşuna malik olan ölkələr seçilir. Birləşmiş Ərəb Əmirlikləri həm monarxiya, həm federativdir. Yerləşir Cənub-Qərbi Asiyada 1-ə gedir. A. Səudiyyə Ərəbistanı federativ ölkə deyil. Heç bir regiona getmir, amma region olaraq Cənub-Qərbi Asiyada yerləşir, amma bizim sualımıza uyğun deyil. Belçika Orta Avropada yerləşən federativ dövlətdir. Argentina federativ deyil, Latın Amerikasında yerləşir. Fransa deməli, Qərbi Avropada yerləşsə də federativ ölkə deyil. A, D, C. A, D, C. Doğru cavab B variantıdır burada. Üçüncü suala baxaq. Xəritə sxemdə ölkələrlə bağlı uyğunluğu müəyyən edin. Deməli, xəritə sxemdə verilib birinci ölkəmiz Laoslu. Laos birik, materik daxili və sosialist ölkədir. İkinci ölkəmiz Taylanddır. Üçüncü ölkəmiz isə Malaysiya. Bura bir qədər diqqətli olmalıyıq. Çünki 3-ün sağ tərəfdə oxu Bruneyi göstərir, amma indi sol tərəfdən də bilirik ki, burada Malaysiyanı demək istəyirlər. Yəni, texniki səhv olur burada. Federativ inzibati ərazi quruluşuna malik olan ölkədir. Federasiya Malayziyada həm Malayziya federativ, həm də ki, deməli, monarxiya idarəetmə sisteminə malikdir. 3A. Sosialist ölkələr qrupuna aiddir. Əvvəldən demişdim onu. Laos aiddir. B. Brunei ilə həmsərhəddir. Burada deyirik, bura Bruneidir, burada Malayziyada, ona görə elə Malayziya olacaq. 3A, AC. 4. Respublika idarəetmə formasına Respublika idarəetmə forması səciyyəvidir. Burada deməli, bilir ki, Malayziya monarxiya, Tayland monarxiyadır. Burada Respublika yalnız Laos qalır. Onda D Laosa gedəcək. Deməli, D, B, D Laosa getdi. Paytaxtı Bangkokdur. Bu Taylandındır. Y. B, D, Y, A, C. B, D, Y, A, C. Doğru cavab A variantı. Üçüncü suala baxaq. Uyğunluğu müəyyən edin. Ərazisində 2 materik 2 qitədə yerləşən, ərazisi 1 materik 2 qitədə yerləşən ölkə. Ərazisi 2 materik və 2 qitədə yerləşən bir ölkəmiz var cəmi. Bu Misirdir. Sinay yarımadası həm qitə olaraq Asiya, materik olaraq Avrasiya, əsas hissəsində Afrika qitəsində və Afrika materikindədir Misirin. Ərazisi bir materikdə və 2 qitədə yerləşən bu Avrasiya materikində və Avropa və Asiya qitələrində yerləşən ölkələr olacaq. Bura aid olacaq Rusiya, aid edə bilərik Qazaxıstanı və aid edə bilərik Türkiyəni. Türkiyə. Deməli, birinci tərəfə Misir gedir. Misir 1-ə D. 1-ə D olan 2 variant var. Deməli, C və D variantları. 2 isə A və Y. Qazaxıstan və Rusiya A, Y gedir C variantına. Burada Pakistan 1-2, 1 qitə 1 materikdir. Panama isə 1 qitə 2 materikdir. Materik olaraq
Şimali və Cənubi Amerika qitə olaraq Amerika qitəsində yerləşir. 5. Uyğunluğu müəyyən edin. Yaponiya, Çin və Koreya Respublikasına aiddir. Şərqi Asiya ölkələrdir. Yarımada dövlətidir. 1-2. Koreya yarımadasında ilə Koreya Respublikası və Şimali Koreya Respublikası yerləşir. A. Konstitusiyalı monarx ölkəsidir. Yaponiya 1-2 imperatordur. Orta monarx. Yalnız bir ölkə ilə həmsərhəddir. Bu Koreya aiddir. Koreya yalnız Şimali Koreya ilə həmsərhədi var. Quru sərhəddir. Arxipelag dövlətidir. Bu Yaponiyada adalarda yerləşir. Sosialist qrupudur. Bu artıq Çindir. B, D, Y, A, B. B, D, Y, B, D, Y və bəli, burada mən səhv etmişəm. Burada C yazmalıydım. Bəli, A, C. Doğru cavab A variantıdır. B-ni ilk dəfə yazmışam. Burada qeyd edəndə demişdim. Yalnız bir ölkə ilə həmsərhəddir. Koreya monarxiya ölkəsi Yaponiyanın da onu qeyd eləmişdik. Ölkələr, deməli, adı, yerləşdiyi region, paytaxtının müvafiq olaraq düzgün verildiyi 5 tane. Danimarkanın paytaxtı Amsterdam şəhəri deyil, deməli Kopenhagendir. Şərqi Avropada yox, Şimali Avropada yerləşir. 5 getdi. Oman Cənub Şərqi Asiyada yox, Cənub Qərbi Asiyada yerləşir. Paytaxtı isə deməli Omanda paytaxt tam yadıma düşmür. Yəqin ki Doha şəhəri deməli bilirik ki, Qətərin paytaxtı və ya Qatarın. Omanda deməli Məqsəd şəhəri olmalıdır. Ya Məqsəd ya Məqsəd şəhəri belə bir şəhərdir. Tayland Mərkəzi Asiyada yox, Cənub-Şərqi Asiyadadır. Paytaxtı Bangkokdur, doğrudur. Hindistan Şərqi Asiyada yox, Cənubi Asiyada. Paytaxtı Yeni Delhi, doğrudur. Portuqaliya, Qərbi Avropa, Lissabon. Doğru cavab budur. 1 və doğru cavablardan B-ni götürür. Dünya okeanında iqtisadi bölgəyə malik olan ölkələrin müəyyən edin. Yəni burada Dünya okeanına birbaşa çıxışı olmalıdır. Argentinanın Dünya okeanına çıxışı var. Avstriyanın Dünya okeanına çıxışı yoxdur. Belarusun Dünya okeanına çıxışı yoxdur. İslandiya Ada dövləti Dünya okeanına çıxışı var. Vyetnamın Dünya okeanına çıxışı var, Sakit okeana. Türkmənistan materik daxilində yoxdur. 1, 4 və 5 doğru cavab C variantı olacaq. 8. Ölkənin adı yerləşdiyi region və paytaxtın müvafiq olaraq düzgün verildiyi sıra. Yine Fransa, Cənubi Avropa, Paris. Bir Fransa Cənubi Avropada yox, Orta Avropa regionunda yerləşir. Paris isə paytaxtı bu doğrudur. Amma buradan bu səhvdir, bunu götürmürük. Birləşmiş Ərəb Əmirlikləri, Cənub-Qərbi Asiya, Dubay orada yerləşən krallıqlardan biri olsa da paytaxt Əbu Dabidir. Səhv. Misir, Şimali Afrika, Qahirə, doğru. Pakistan, Cənub-Qərbi Asiya, Kəraçi, deməli Cənubi Asiya və paytaxtı İslamabaddır. Monqolistan, Şimali Asiya yox, Mərkəzi Asiya, paytaxtı Ulanbator, doğrudur. Doğru cavab burada 3, C variantı. Region müvafiq olaraq uyğun gələn dövlətləri müəyyən edin. Mərkəzi Asiya, Türkmənistan, doğru. Özbəkistan, doğru. Monqolistan, doğru. Hindistan və Pakistan isə Cənubi Asiyada olmaz. Cənubi Asiya, Yaponiya, səhv. Qazaxıstan, səhv var. Yaponiya Şərqi Asiyada, Qazaxıstan Mərkəzi Asiyada, Bangladeş Cənubi Asiya üçün doğru. Koreya Cənubi Asiyada yox, Şərqi Asiya. Çin Şərqi Asiya, Cənub Şərqi Asiya, Özbəkistan Mərkəzi Asiya, Pakistan Cənubu, Laos Cənub Şərqi doğru, Myanma Cənub Şərqi doğru olurdu. Yaponiya Şərqi. Burada hamısına üstəgəl qoyduğumuz 3 oldu. Cavab C variantı. Həm federativ, həm monarxi olan ölkələr. Bunu qeyd eləmişdim. Və 4 ölkə var, yadınıza salablar. Deməli, İspaniya, Belçika, deməli, Birləşmiş Ərəb Əmirlikləri və Malayziya. Burada verilənlərdən diqqətlə baxsamız görərik, deməli, Malayziya 5 ilə verilib, 3 ilə Ərəb Əmirlikləri, 7 ilə İspaniya, 6 ilə isə Belçika. 3, 5, 6, 7, deməli 3, 5, 6, 7 doğru cavab Y variantıdır. Xəritə sxemdə verilmiş rəqəmlərə uyğun gələn ölkələrin düzgün sırasını müəyyən edin. Deməli, bu suala baxaq. 1. Nigeriya, doğru. Burada deməli, 1 Nigeriyadır. Buna görə deməli A ola bilər, C olmaz, D olmaz. 2.
2 Əlcəzairdir, doğru. 2 Əlcəzair. Burada Niger səhvdir. 3 Çad, 4 Efiopiya. Doğru cavab A variantıdır. Yəni xəritə sxemdə ölkələr verir və bu ölkələri bizdən istəyir. Burada 1-2 Somalidir. Somali. 4 Liviyadır. Liviya. 2 Mərakeş. 3 Mavritaniya. Və başlayıq Somali, Mərakeş, Mavritaniya və Liviya. Doğru cavab B variantı. 13-cü suala baxacaq. Avropanın monarxi ölkələrini seçin. Deməli, Böyük Britaniya bir monarxi ölkəsidir. 3 Norveç monarxidir. Bunlar konstitusiyalı monarxidir ikisi. 4 Almaniya monarxiya deyil. 5 Ukrayna monarxiya deyil. 6 Türkiyə monarxiya deyil. 2 İspaniya monarxiyadır. 1, 2 və 3. Doğru cavab B variantı. Avropanın federativ ölkələrini seçin. Yəni xəritə üzərindən işləyirsə Rusiya federativdir, doğrudur. 2 Polşa federativ deyil. Avstriya federativdir. Almanya federativdir. Deməli, burada deməli 5 olaraq Belçika göstərilir. Belçika federativdir. 6 Portuqaliya federativ deyil. Bu sualda yəni yanlışları çıxaracaq. 2 və 6-nı çıxarırıq, yerdə qalansa doğru cavab olur. 6-ya görə, 2 və 6-ya görə, 2-yə görə, 2-yə görə çıxarır və doğru cavab Y variantı. 1, 3 və 4. Yəni, dediyim kimi Belçika 5 federativdir. Sadəcə bu variantda yanlışları çıxarıb doğru cavabı tapmalı idik. Ölkənin iqtisadi coğrafi mövqeyinin qiymətləndirilməsi zamanı nəzərə alınan əsas amillər. Bu sual həqiqətən bir qədər çətindir, çünki bir çox variantı biz burada doğru cavab kimi götürə bilərik. Gəl baxaq burada. Nəqliyyat, təbii şərait, təbii ehtiyatlar, qonşuluq mövqeyi. Böyük ehtimalla doğru cavabdır. Urbanizasiya, nəqliyyat, əhalinin təbii artımı, ixtisaslı kadrlar, yəni iqtisadi coğrafi mövqeyi nəzərə alınanda urbanizasiya və əhalinin təbii artımı nəzərə alınmır. Buna görə olmaz. İqlim, relief, cins və yaş tərkibi burada da artıq nəzərə alınan amillər yoxdur. Qonşuluq mövqeyi nəzərə alınır, faydalı qanunlar nəzərə alınır, amma dövlət quruluşu bizim üçün önəmli faktor deyil. Şəhər ərazisinin payı deyil, urbanizasiya da önəmli deyil. Təbii ehtiyatlar nəzərə alınır, dənizə çıxışın olması nəzərə alınır, amma kənd əhalisinin üstünlüyü nəzərə alınır. Elə doğru cavab A variantı oldu. Şəkildə təsvir edilən ölkə. Bu ölkə bilir ki, Kuba adasıdır, yəni Kuba dövlətidir. Kuba dövləti haqqında bizə ən maraqlı faktlardan biri onun sosialist ölkə qrupuna mənsub olmasıdır. Burada doğru cavab elə B-dir. Burada kəmiyyət və keyfiyyət dəyişiklikləri, kəmiyyət 1-2 sayla bağlı edir, ölkənin ərazisi ilə bağlı dəyişikliklər, keyfiyyət isə daha çox ölkəni idarə etməyə, inzibati ərazi quruluşu və yaxud da təşkilatlara üzv olması, çıxmasıdır. Yeni torpağın ələ keçirilməsi bu kəmiyyətdir. A. Süni adaların yaradılması, bu da keyfiyyətdir. B. Ölkənin hərbi təşkilatlara daxil olması, bu təşkilatlar D-yə getdi bura. C-yə fikir verməliyik. Ölkənin üzv olduğu iqtisadi birliyin dağılması, təşkilat varsa o da kəmiyyət olacaq. C-dir. Ölkə iqtisadiyyatının sahələr arasında sənayenin rolunun artması, bu da kəmiyyət yox, keyfiyyətdir. Y və ölkə sərhədlərinin dəyişməsi artıq F. A, B, F, C, D. Doğru cavab elə A variantı olacaq. 18. Uyğunluq. Federativ unitar. Meksika Federasiyadır. Latın Amerikasında yerləşir. Hindistan Federasiyadır. İtaliya unitardır. Kanada Federasiyadır. İran unitardır. A, B, D, C, Y. A, B, D, C, Y. Doğru cavab Y variantı. Respublika və monarxiya. Hakimiyyət orqanları xalq tərəfindən müəyyən müddətdə səs vermək yolu seçilir. Bu respublikadır. Hakimiyyət və rəsəlik yolu ilə ötürülür. Bu monarxiyadır. Ölkənin idarə edilməsi mövcud hüquqi normalar əsaslanır. Əgər hüquqi normalar varsa bu respublika olacaq. Hakimiyyət müddətsizdir. Monarxiya, dövlət idarəsinin forması da hər ikisi. 1, 3, 2, 5, 1, 3, 2, 4, 5. 1, 3, 2'ye 5, 3'e 2, 4. Doğru cavab C variantı olacaq. Şimal tropik xətti tərəfindən kəsilən ölkələr, deməli, burada Amerika Birləşmiş Ştatlarını götürə bilərik bir hissəsini.
Çünki hava adaları olur, amma normalda götürmürük. Meksika 1 kesir. Tabi plus qoyaq. Mərakeş şimal tropikatindən şimalda qalır, olmaz. Oman və Çin kəsir. Hindistan deməli şimal tropikat tərəfindən kəsilir. Ərəb Əmirlikləri kəsilir. Qətər kəsilir, amma Yəmən kəsilmir. Daha doğrusu burada Qətər də kəsilmir. Çünki Oman kəsildi, bunlar ikisi kəsilmir. Suriya kəsilmir, Meksika kəsilir, Ərəb Əmirlikləri kəsilir, İsrail kəsilmir. Meksika yenə plus qoyuruq. Deməli, Mauritaniya plus kəsilir, Liviya kəsilir, Bangladeş kəsilir. Kuba kəsilmir, Meksika kəsilir, Əlcəzair kəsilir, Mali kəsilir, Misir kəsilir. Doğru cavab D variantı. Asiyada okeana çıxışı olmayan ölkələr. Asiyada, İsveçrə, Avropadadır, bunu götürmürük. Əfqanistan, Nepal, Laos elə bu 3 ölkəyə Dünya okeanına çıxışı yoxdur. Burada Yəmən, Tayland, Brunei, Taylandın və Yəmənin, Brunei hər üçünün var. Malayziyanın var, Filippinin var, Bangladeşin var, Qırğızstanın yoxdur. Singapur və Koreyanın Dünya okeanına çıxışı var. Xəzər dənizlərində yerləşən ölkələrə saat əqrəbi istiqamətində düzün. Burada müəyyən bir ölkə götürürük və ona uyğun gedirik. Gəl 5 ilə başla. 5 Türkmenistan. Türkmenistandan sonra İran gəlməlidir. Gəlmirsə bu olmaz. C-yə baxaq. 2 Qazaxıstan. Qazaxıstandan sonra gəlməli saat əqrəbi istəyirsə Türkmenistan doğru. Türkmenistandan sonra İran gəlməlidir. Doğru 1. Azərbaycan və sonra Rusiya doğru cavab elə C variantı olacaq. Ekvator xətti tərəfindən kəsilən ölkələri müəyyən edin. Malayziya kəsilmir orada. İndoneziya kəsilir. Gabon kəsilir. Kongo. Hər iki Kongo kəsilir. Demokratik Respublikada, Kongoda. Mərkəzi Afrika Respublikası kəsilmir. Hindistan kəsilmir. Maldiv adaları kəsilir. Kenya kəsilir. Avstraliya kəsilmir. 2, 4, 6, 7. 2, 4, 6, 7. Doğru cavab B variantı. Qrinviç xəttinin kəsdiyi ölkələr. Qrinviç xəttinin kəsdiyi ölkələr. Niderland kəsilmir. Fransa Avropada kəsilən 3 ölkədən biridir. Əlcəzair kəsilir. Deməli, burada dəqiq olaraq bilirik ki, Tunis kəsilmir. Deməli, 1 ilə 6-nı çıxacaq buradan. 1 və 6-nı çıxacaq. Dəqiq bilirik ki, doğru cavablarda 2 var. 3 var. Deməli, sonra burada 6 deyil, Tunis olmaz. Qana əminlik ki, kəsilir. Deməli, 7 var. Və burada deməli digəri olacaq 5 Mali. Deməli belə Mauritaniya kəsilmədiyini bilirdik. Mərakeş bir qədər şübhəli qalmışdıq, amma deməli Mərakeşdə kəsilmir. Doğru cavab olacaq C variantı. 25-ci suala baxaq. Ölkələrə uyğun olan əlamətləri müəyyən edin. Teokratik dövlətlər. Teokratik dövlətlər deməli Bəhreyn, Brunei, Yurtlandiya, Kalimantan adaları verilib. Burada konstitusiyalı və mütləq monarxi olan. Gəl baxaq birinci. Teokratik, burada müxtəlif variantlarda verilib. Piriney yarımadasında yoxdur. Bəhreyn adası özü teokratik deyil. Yurtlandiya yoxdur. Kalimantan ola bilər. Burada böyük ehtimalla Bruneyi götürüblər. Teokratik 4. Çünki bəzən götürülür, bəzən götürülmür. 4 doğru. Əgər deməli Brunei isə Bruneyin paydada Bəndərsəri Beqavandır. Və 4-də C olacaq. Konstitusiyanal monarxiya burada Yurtlandiya və Piriney hər ikisində var. Yəni 2 də gedə bilər, 3 də gedə bilər. Çünki İspaniya və Danimarka hər ikisi belədir. Amma burada Piriney olaraq Lissabon götürülsə bu doğru deyil. Deməli konstitusiyanal monarxiya Yurtlandiya 3 və Kopenhagen B. 3B olacaq. 3B. 4C, 3B. 4C, 3B. 4B, 3B. Böyük ehtimal doğru cavabı. Axıra da baxaq. Mütləq monarxiya Bəhreyn paytaxtı Manama 1D deməli. Bu da olacaq doğru cavab elə A variantı. Uyğunluğu unitar və monarxiya, federativ və respublika. Yaponiya unitardır və monarxiyadır. Doğru. A gedir 1-ə. Almaniya federativdir və respublikadır. Gedir B-yə. Rusiya federativ və respublikadır. Gedir 2-yə C. Böyük Britaniya unitar və monarxiyadır. Gedir D. 1-ə D. Fransa unitar və respublikadır. Heç birinə gelmir. 1-ə A, D, 2-yə B, C.
Sosialist ölkələr artıq əzbərləmək. Çin sosialistdir, Vyetnam, Laos və Kuba. Bir də sosialist ölkəmiz qalır. Koreya Xalq Demokratik Respublikası. Doğru cavab 1, 4, 5 və 6. Uyğunluğu müəyyən edin. Yaponiya, İndoneziya. Deməli, Yaponiya və İndoneziya federativ respublikalardır. Bilir ki, deməli, Yaponiya federativ deməli, deyil, deməli, həm də respublika deyil. Ona görə bir olmaz. Norveç və Polşa. Unitardırlar, monarxiya. Norveç monarxiyadır, amma Polşa monarxiya deyil. Bu da səhvdir. Macarıstan, Afrikastan, Masrik daxil ölkədə doğrudur. Rusiya, Malayziya. Milli etnik əsasda federativ ölkələrdə. Burada Rusiya haqqında demişdik. Deməli, Nigeriya və Hindistan haqqında demişdik bunu. Yəni, Malayziya haqqında deməmişdik bunu. Buna görə götürmürük. Qazaxıstan, Braziliya federativ respublikalardır. Qazaxıstan federativ deyil. Hindistan, Pakistan federativ respublikalardır. Bu doğrudur. Burada doğru cavab 3 və 6 olacaq. Regionlara müvafiq olan uyğun gələn, yəni regiona müvafiq gələn ölkələr. Cənubi Avropa, Fransa, xeyr. Portuqaliya, bəli. Almaniya, xeyr. Yunanistan, bəli. Kipr, bəli. İtaliya, bəli. Şimali Afrika, Mərakeş, bəli. Misir, bəli. Şimali Sudan müəyyən götürmək olar. Əlcəzair götürmək olar. Liviyanı götürmək olar. Tunisi götürmək olar. Və bunlar hər biri aid oluna bilər. Ona görə doğru cavablar, deməli, biz burada 1 və 3 çıxırıq hələ ki, digərləri uyğundur. Cənub-Qərbi Asiya, Özbəkistan, xeyr. Azərbaycan, bəli. Deməli, doğru cavablarımızdan biri oldu 2. Yəmən, Cənub-Qərbi Asiya, bəli, amma bu cavablar olsa uyğundur. Yunanistan, Əlcəzair demişdik. Oman, Cənub-Qərbi Asiya, bəli. Pakistan, Cənub-Qərbi Asiya, Cənubi Asiya, səhvdir. Küveyt, Cənub-Qərbi Asiya, bəli. 2, 4 və 6 doğru cavablarımız olacaq. 29. 30-cu suala baxaq. Federativ inzibati ərazi quruluşuna malik olan ölkələr. Çin federativ deyil. Unitardır. Malayziya federativ deyil. Səudiyyə Ərəbistan unitardır. Argentina federativdir. İsveç unitardır. İsveç konfederativdir, amma bunu federativ olaraq da götürə bilərik. Doğru cavab 2, 4 və 6. Sınavımız sona çatdı. Növbəti sınavları yenidən səhifəmizdə paylaşacağım.